Elə bir su hövzəsi düşünün ki, o həm şirindir, həm duzlu, həm donur, həm də qaynar kimi istidir. Həm göldür, həm də dəniz. Qulağa qəribə gəlir, hə? Amma bu mümkündür və bugün biz bax elə bu təzadlarla dolu Xəzər dənizinin dərinliklərinə baş vuracağıq. Gəlin başlayaq ən əsas sualdan, yəni Xəzərlə bağlı bu müəmmadan. Bu dənizdir yoxsa göl? Və bilin ki, bu heç də sadəcə coğrafiya dərsindən bir sual deyil. Cavab birbaşa təsir edir ki, onun dibindəki o milyardlarla dollarlıq sərvət necə bölünəcək və beynəlxalq hüquqda onun yerinə olacaq. Yəni məsələ çox ciddidir. Baxın, məsələ belədir. Bir tərəfdən Xəzərin okeanla heç bir birbaşa çıxışı yoxdur. Ona görə də texniki olaraq, bəli, o dünyanın ən böyük gölü sayılır. Amma digər tərəfdən, onun o boyda ölçüsü, duzlu suyu, qopan fırtınaları elə bil əsl dənizdir. Onu bu qədər fərqli edən də elə bu ikili xarakteridir. Yaxşı, bəs dünyanın ən böyük gölü deyəndə biz nəyi nəzərdə tuturuq? Nə qədər böyükdür əslində? Və bu coğrafi nəhəng milyonlarla il əvvəl necə yaranıb? Gəlin bunlara baxaq. Bu rəqəmi daha yaxşı anlamaq üçün bir anlıq düşünün. Almaniya kimi böyük bir ölkəni bütövlüklə götürüb Xəzərin üzərinə qoysanız, kənarlarında hələ də gəmi ilə gəzməyə xeyli yer qalar. Söhbət bax bu qədər böyük bir ərazidən gedir. Amma Xəzərin hekayəsi təkcə onun ölçüsü ilə bitmir, yaşı da adamı heyrətləndirir. Bilirsiniz, o relikt bir dənizdir. Yəni, milyonlarla il əvvəl super qitələri bir-birindən ayıran o nəhəng Tetis okeanından bizə yadigar qalan son parçadır. Sanki canlı bir geoloji fosildir. Bu zaman xətti əslində onun möhtəşəm təkamülünü gözümüzün önündə canlandırır. Hər şey Tetis okeanı ilə başlayıb. Milyon illər keçdikcə tektonik plitələr hərəkət edib, Tetis kiçilib, olub Sarmat dənizi və ən sonda da Qafqaz dağları qalxaraq onu tamamilə ətrafdan təcrid edib bugünkü bildiyimiz Xəzəri yaradıb. Ancaq Xəzəri bütöv, vahid bir su hövzəsi kimi təsəvvür etsək, çox yanılmış olarıq. Əslində o, bir-birindən kəskin fərqlənən 3 fərqli dünyadan ibarətdir. Gəlin indi şimalın o buzlu sularından cənubun dərinliklərinə doğru bir səyahət edək. Bu müqayisə əslində hər şeyi deyir. Şimala baxırsan, qışda buz bağlayan, dərinliyi cəmi 5-6 metr olan, demək olar ki, içməli suya bənzər bir yer. Sonra enirsən cənuba, tamam başqa bir dünya. Dərinlik 1000 metri keçir, su bütün il istidir və duzluluğu da az qala okean suru kimidir. Bir dənizin içində 2 fərqli aləm. Bax, bu qrafikdə duzluluq fərqini çox aydın göstərir. Yaxşı, bəs bu qədər kəskin fərqin səbəbi nədir? Necə olur ki, şimal demək olar içməli su kimidir, amma cənuba getdikcə su duzlanır? Cavab əlbəttə ki, çaylardadır. Bu fərqin əsas səbəbkarı var. Özü də nəhəng bir səbəbkar. Volqa çayı. Avropanın ən böyük çayıdır. Bir anlıq düşünün, Xəzərə tökülən bütün şirin suyun demək olar ki, 81%-i tək başına Volqadan gəlir. Və hara tökülür? Düz şimala. İndi aydındır da, şimal niyə bu qədər şirindir? Təəssüf ki, Xəzərin bu həssas, bu unikal tarazlığı hazırda 3 böyük təhlükə ilə üz-üzədir. Gəlin indi onun müasir dövrdə qarşılaşdığı çətinliklərə bir nəzər salaq. Deməli, qarşımızda bir-birinə bağlı 3 ciddi problem var. Birincisi, suyun səviyyəsinin gah qalxıb, gah enməsi. İkincisi, sənaye və xüsusilə neftdən gələn çirklənmə. Və bütün bunların nəticəsi olaraq da üçüncüsü, dənizin o bənzərsiz canlı aləminin məhv olması təhlükəsi. Gəlin görək, bu zəncirvari reaksiya necə işləyir. Xəzərin səviyyəsi niyə bu qədər oynaqdır? Səbəblər əslində çox mürəkkəbdir. Bir tərəfdən iqlim dəyişikliyi və yerin dərinliklərindəki o tektonik hərəkətlər kimi təbii proseslər var, amma digər tərəfdən bir də insan faktoru var. Xüsusilə də Volqa çayı üzərində tikilən o nəhəng bəndlər dənizə axan suyun miqdarını kəskin şəkildə dəyişir. Və bax, elə burada da Xəzərin ən böyük paradoksu, ən böyük ironiyası üzə çıxır. Regiona o qədər pul gətirən, iqtisadiyyatı ayaqda saxlayan neft və qaz eyni zamanda dənizi məhv edən əsas çirkləndiricidir. Yəni, sərvət də oradan gəlir, fəlakət də. Eyni mənbədən. Yaxşı, bəs bu boyda sərvəti və onun yaratdığı bu problemləri kim idarə edir? Cavab heç də asan deyil. Çünki Xəzər dənizi düz 5 fərqli ölkənin sahilini yuyur və təbii ki, hər birinin də öz maraqları var. Bu 5 dövlət, yəni Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzərin taleyini birlikdə həll etməlidir. Resursların bölünməsindən tutmuş, ekoloji standartlara qədər hər bir məsələ çox mürəkkəb, diplomatik danışıqlar tələb edir. Bu cədvəl
əslində Xəzərin o mürəkkəb sahil xəttinin ölkələr arasında necə bölündüyünü çox yaxşı göstərir. Məsələn, baxın, ən böyük adı olan Oğurcalı Türkmənistana aiddir, amma region üçün strateji cəhətdən çox vacib olan Abşeron yarımadası Azərbaycandadır. Hər ölkənin dənizdə özünə məxsus coğrafi izi var. Görürsünüz də, bir tərəfdə Bakı kimi nəhəng, işlək limanlar, iqtisadi həyat, digər tərəfdə isə əsrarəngiz təbiətə malik adalar. Bütün bu ziddiyyətlər və bu ortaq coğrafiya bizi ən vacib suala gətirib çıxarır. Bəs Xəzərin gələcəyi necə olacaq? Bütün bu təzadları, problemləri və 5 ölkə arasında bölünmüş təbiətini nəzərə alanda Xəzər dənizini gələcəkdə həqiqətən nə gözləyir? Bu stat məncə Xəzərin əsas dilemmasını mükəmməl ifadə edir. Bir tərəfdə sərvət çıxarmaq həvəsi, digər tərəfdə isə o kövrək təbiəti qorumaq məcburiyyəti. Dənizin gələcəyi də məhz bu iki qüvvə arasındakı mübarizənin nəticəsindən asılı olacaq. Yekunda hər şey gəlib bircə suala dayanır. Bu 5 dövlət, 5 fərqli maraq, ortaq bir məqsəd üçün. Yəni bu unikal, bu problemli dənizi gələcək nəsillər üçün qorumaq naminə bir araya gələ biləcəkmi? Bax, bu qədim dənizin taleyi əslində tam olaraq bu sualın cavabından asılıdır.